deyir ki, bu reaksiyada bərabər mol sayda götürülmüşdür və artıq qalan mis atomlarının sayı 6,2/10^23 olanda X-in kütləsini, yəni suyun kütləsini tapın. Deməli, birinci biz bunu əmsallaşdırırıq. Ki, görək burada ümumiyyətlə ümumi reaksiya gedəndə neçə mol mis və neçə mol nitrat turşusu alınır. Mis nisbi atom kütləsi, oksidaşma dərəcəsi 0-dır, burada müsbət 2-dir. 0-dan müsbət 2-yə gedir. 2 elektron verir. Bu müsbət 5-dir, bu isə olacaq -2 müsbət 4-ə. Azot müsbət 5-dən, azot müsbət 4-ə 1 elektron alır. 1, bu da 2-yə. Sol tərəfə yazırıq. Mis bura 1 yazırıq, onda 1 düşür. Bura mis 1 dənədir. Bura isə deməli, bu sol tərəfə yazırıq. Dəyişənlərə yazırıq. Dəyişən burada, burada da bu müsbət 5-dir. Dəyişən burada müsbət 4-dür. Dəyişənin qabağına yazırıq əmsalı. 2 yazırıq. 2 vursan 2-yə 2, burada da 2, 4. 4-ü də bura yazırıq. 4 dənə H2 olmaq üçün burada 2 yazırıq ki, 4 dənə H2 versin bizə. Cəmi 12, burada da 6, 6, 4, 10, bu da 12. Oksigenlərin sayı da bərabər. İndi nə edirik? Bərabər mol sayda götürürsə, tutaq ki, bunun ən böyük moluna götürürsə, 4 mol götürsək, reaksiya bitəndən sonra 4 molun 1 mol reaksiya girib 3 molu artıq qalacaq. 3 molu da yaza bilirik. 3 vurulsun 6,2/10^23 atom artıq qalacaq. 3 vurulsun 6,2/10^23 atomda nə qədər oksigen var? 2 vurulsun 18, yəni 36 dənə oksigen var, düzdürmü? Bəs 6,2/10^23 qədər mis atomu artıq qalanda nə qədər? X o da eləyir 12 qram.